İsveçrədə keçirilən görüşlərin əsas nəticələrdən biri ABŞ və İran arasında gələcək eskalasiyaların qarşısını almaq məqsədi ilə birbaşa təmasların qurulması idi. Vitse-prezident J.D. Vance deyir və İran bu təklifə müsbət yanaşdı mesajını verir. Deməli, vitse-prezident onlar dedilər ki, problem deyil. Sepahdan bir nümayəndə Dohada CENTCOM nümayəndəsi ilə birlikdə işləyəcək və biz mesajlaşmanı bu formada həyata keçirəcək və bu da irəlidə Amerika-İran qarşıdurmasının qarşısını vaxtında almağa bizə kömək edəcək, deyir J.D. Vance. Ötən gün dövlət katibi Marco Rubio isə Bəhreyndə səfərdə idi və jurnalistlərin suallarını cavablandırdı. Bir çox maraqlı məqamlara aydınlıq gətirdi. Onlardan biri deməli Hizbullahla bağlı məsələ idi. Ümumiyyətlə İranın proksi qüvvələri hesab olunan təşkilatlarla bağlı idi. Qeyd edir ki, İranın Hizbullah, Husilər və Həmasla daxil olmaqla dövlətə bağlı olmayan silahlı qruplara verdiyi dəstək İranla imzalanması nəzərdə tutulan memorandum çərçivəsində müzakirə olunub həllini tapmalıdır. Şübhə yoxdur ki, bu məsələ müzakirə edilməlidir. Çünki İran tərəfindən maliyyələşdirilən və suveren dövlətlərin ordusuna, silahlı qüvvələrdən birbaşa bağlı olmayan deməli qeyri-dövlət silahlı qrupları mövcud olduğu müddətdə regionda sülh və sabitlik mümkün olmayacaq. Burada bir daha qeyd edirəm, deməli Hizbullahın adını çəkilir, Husilərin, Həmasın və digərlərinin. Husilər bildiyimiz kimi Yəməndə, Hizbullah Livanda, Həmas isə Fələstin ərazisində öz fəaliyyətindədir, öz işindədir. Amma təbii ki, onların dövlətə birbaşa bağlı olmaması bu cür deməli qarşıdurmalara gətirib çıxarır. Ən azı dövlət katibinin açıqlamasında biz bunu eşidirik. Qaldı İsrail ilə Livan arasındakı məsələyə, deməli ABŞ-də növbəti onların bir görüşü keçirildi Vaşinqtonda, Livan və İsrail arasında və Livan ərazisində yerləşmiş Hizbullahın özünün Livan hakimiyyətinə qarşı çıxmağı bu danışıqlarda bir daha onu göstərir ki, Hizbullahla Livanın deməli yanaşmaları üst-üstə düşmür heç bir formada. Amma biz Hizbullah rəhbərindən Naim Qasimidən biz İran rəhbərliyinə təşəkkür mesajını oxumuşduq. Deməli, İsveçrədəki memorandum çərçivəsində ondan razı qalmışlar belə deyək. Amma baxaq İsrail nə qədər əməl eləyəcək memorandumda qeyd olunanlara. Rubio əlavə edir ki, düşünürəm biz iki ölkə arasında, yəni İsrail və Livan arasında niyyət öhdəliyində əldə olunmasına çox yaxınıq. ABŞ administrasiyası hesab edir ki, mümkün razılaşma İsrail-Livan münasibətlərində gərginliyin azaldılmasına və sərhəd təhlükəsizliyi məsələsinin həllinə böyük töhfə verə bilər. Görən nə qədər yaxındır bu iki tərəf münasibətləri normallaşdırmağa. Hər bir halda Amerika tərəfinin açıqlamalarından duyulan budur ki, əgər İran həmin qüvvələri maliyyələşdirməsə, regionda heç bir problem də olmayacaq. Təxmini mesaj budur, amma İran razı olacaqmı buna? Tehran özünün ölkə xaricindəki silahlı qüvvələri kimi baxır bir növ həmin qüvvələrə. Bəhreyndəki müsahibəsində dövlət katibi Hörmüzdən keçidə görə İrana mümkün ödənişlərlə də bağlı danışır və Hörmüz boğazından keçid üçün rüsum alınmasını heç bir körfəz ölkəsi dəstəkləmir, deyir. Və əlavə edir ki, ABŞ İran rəsmilərinin mətbuat konferanslarında dediklərindən yox, praktikada nələr edəcəyinə baxacaq. Yəni, sözdə çox şey demək olar, amma baxaq əməldə nələr eləyəcəklər. Əgər gəmilər hərəkət edirsə, biz buna uyğun addım atacağıq. Gəmilərin hərəkəti ilə bağlı maraqlı bir şey var. Biz deyirdik ki, həmin ərazi deməli minalanıb. Daha əvvəl də biz xəritə üzərindən Aynur danışırdıq. Cəmi 33 kilometrlik eni olan bir boğazın 3 kilometrlik hissəsi marşruta açıqdır. Və o da əsasən İran sularına düşür, Oman ərazisini də düşmür həmin hissə. Və 3 kilometrlik hissə bağlandığı üçün, minalandığı üçün daha doğrusu gəmilər oradan hərəkət edə bilmirlər. İrana aid kiçik adaların şimalından, yəni İranın əsas hissəsinə yaxın sulardan keçirlər və bir də Omana yaxın, cənub hissədən belə deyək. Amma onlar da İranın dəstəklədiyi, təsdiqlədiyi marşrutlar deyil. Bu istiqamətdə İran tərəfdən bir deməli açıqlama var bu yöndə. Hörmüz boğazından təhlükəsiz keçid yalnız İranın müəyyən etdiyi marşrutlar üzrə mümkündür. Dəhliz kimi də belə deyək. Bəli. Yalnız bizim tanıdığımız dəhlizdən istifadə edə bilərlər. Deyir, hətta təhlükəsizliyə də zəmanət vermirik. Bu 60 gün məsələsi davam eləyir hələ də yoxsa? Bəli, davam eləyir və həmin müddətdə də minalardan təmizlənməlidir. Amerika da öz üzərinə götürüb müəyyən məsələləri o təmizlənmə prosesi ilə bağlı. Deməli, bəyanatda qeyd olunur ki, Sepahın hərbi dəniz qüvvələrinin bəyanatında bəzi qurumlar İranla razılaşdırmadan və koordinasiya aparmadan boğazda gəmiçilik fəaliyyəti ilə məşğul olur və özləri üçün bir marşrut elan ediblər. Dediyimiz həmin iki marşrutu yuxarıdan, şimaldan və cənubdan. Sepah vurğulayır ki, Hörmüz boğazından keçid üçün yeganə icazəli marşrutlar İran İslam Respublikasının müəyyən etdiyi yollardır. Və bu marşrutlardan kənarda hərəkət son dərəcə təhlükəlidir və qadağandır və buna görə yarana biləcək
vəziyyətə, problemlərə məhz həmin gəmilərin sahib olduqları ölkələr, şirkətlər cavabdehdir. Yəni biz orada hər hansı bir hadisə baş verə bilər. Bəlkə də özləri tərəfdən bir hədə-qorxu deməkdir bu. Hər halda mesajdan belə görünür. Yəni sadəcə bizim müəyyən elədiyimiz marşrutdan oradan keçə bilərsiniz, yalnız deyil. Əgər təhlükəsiz getmək istəyirsiniz. Eynən. Hörmüz boğazından keçid zamanı Sepah hərbi dəniz qüvvələri ilə Kanal 16 üzərindən koordinasiya məcburidir. Tələblərə pozan gəmilərlə bağlı tədbir görüləcək. Bu birbaşa silahlı hücum da ola bilər, deməli gəmilərin müsadirəsi də ola bilər. Hər halda bu detallar açıqlanmayıb, amma tədbir görülməsi artıq bunların ikisindən birinin baş verəcəyini deməyə əsas verir. Deməli qeyd olunur ki, belə hallarda bütün məsuliyyət gəmi sahiblərinin üzərinə düşəcək. Deməli ABŞ-nin energetika naziri nə deyirdi? Chris Wright. Deməli təəssüf ki, İranlılar gəmiçilik kanalını minalayıblar. Buna görə də bugün keçən bütün gəmilər mərkəzi gəmiçilik kanalından istifadə eləmir. O dediyimiz məsələdir. Onlar ya İran adalarının yaxınlığındakı şimal marşrutu ilə, ya da ABŞ hərbi müşayiəti altında Oman sularından keçmək məcburiyyətində qalırlar. Tam normal vəziyyətə qayıtmaq üçün boğazın minalardan təmizlənməsi lazımdır. Burada deməli biz əgər memorandumun sonunda, daha doğrusu bu danışıqların 60 günün sonunda görsək ki, İran həqiqətən də gəmilərdən vəsait almağa davam edir. Artıq bunu qərarlı formada həyata keçirir. Burada təbii ki, bunun baş verməməsi üçün ABŞ əlindən gələni eləyəcək. Çünki baxın 27 fevrala qədər, 27 fevral daxil olmaqla müharibədən bir gün əvvələ qədər gəmilər normal formada hərəkətini eləyirdi, heç bir təhlükə yox idi və s. Baxmayaraq ki, İran-İraq müharibəsindən başlamış, hətta ondan əvvəlki dönəmlərdə də İran kiçik bir təhlükə hiss edən kimi bu boğazı bağlayacaq mesajı verirdi, amma heç vaxt reallaşmamışdı. Hətta ötən ilin 12 günlük iyun müharibəsində də biz bunu xəbərdarlıqları eşitdik, qırmızı xətt və s. amma heç vaxt reallaşmadı. Bu dəfə müharibə başlayan ilk gündən artıq iqtisadi deməli bu boğaz bağlandı və hətta belə bir qiymətləndirmə var ki, İran Hörmüz boğazının bir nüvə silahı qədər təsirli ola bildiyini gördü. Yəni bura qədər istifadə eləmədiyi bu boğaz, bu vasitəni belə deyək, boğazın bağlanmasını. Və əgər bu müharibənin sonunda, tam bitdikdən sonra belə də memorandum danışıqlar və s. bundan sonra əgər gəmilərdən vəsait alınması həyata keçirilərsə, bu artıq ABŞ üçün əlavə bir zərbədir. Bütün dünya həmin gəmilərdən, həmin boğazdan istifadə edənlər, belə deyək, ölkələrin bir təzyiqi hiss olunacaq ABŞ-nin üzərində ki, biz dünənə qədər deməli buradan pulsuz formada istifadə edirdik. Amma başlatdığım müharibənin sonunda biz əlavə iqtisadi itkilərlə üzləşdik və təbii ki, burada Vaşinqton üzərində bir təzyiq hiss edilməmiş olmayacaq. Hər halda boğazdan mütəmadi istifadə edən ölkələr var ki, nəzərə alanda ödənişi bu da müəyyən qədər iqtisadiyyata təsir edəcək. Gün ərzində milyonlarla barel neft, qaz daşınır. Həmin hissədən kubmetr qaz daşınır, bəli. Və Donald Trump İranın dondurulmamış aktivlərini, daha doğrusu da onun açılmış aktivlərinin istifadəsi ilə bağlı maraqlı bir fikir səsləndirib. Deməli, Amerikanın kənd təsərrüfatı məhsullarının alınması üçün istifadə olunacağı deyir. İranın deməli donu açılmış aktivlərini biz pulu götürəcəyik və deməli bir hissəsini götürüb buğda, soya və qarğıdalı almaq üçün istifadə edəcəyik. Bu proses çox tezliklə başlayacaq deyir. Yəni biz İranın pulunu istifadəyə açırıq, amma bizdən məhsullar almaq şərti ilə. Amma İran parlamentinin sədri Məhəmməd Baqir Qalibov nə deyir? Deməli, ABŞ səhv şəkildə iddia edir ki, bizim azad olunmuş aktivlərimiz onlardan kənd təsərrüfatı məhsullarının alınmasına sərf olunacaq. Maraqlı deyir, bizim biçdiyimiz yeganə məhsul sizin əkdiyinizdir. 10 illərin etimadsızlığı. İran parlamentinin sədrindən belə bir açıqlama biz eşidirik. Bu şəxsən də qeyd elədiyimiz kimi bir daha vurğulamaq istəyirəm. İranın danışıqlar nümayəndə heyətinin rəhbəri də vacib bir şəxsdir və Trumpla Qalibov arasında belə bir atışmanın da biz şahidi olduq. Qarşılıqlı açıqlamalar hələ ki davam edir. Davam edir, baxaq nə qədər və nə ilə nəticələnəcək. Elədir. Belə dostlar, bizdən bu qədər. Nərman, çox sağ olun. Sağ olun, uğurlar sizə. Sağ olun.